Bismillah. Bürclərin 17 yanvara ən düz proqnozu. Aşağıda 17 yanvar 2026-cı il üçün bürclərin astroloji ümumi proqnozu həm gündəlik, həm də bu həftənin təsiri çərçivəsində hazırladım. Ümumi enerjisi, ay və planet təsirləri. Planetar mövqelər bu tarixdə dəyişir. Venera Dolcaya daxil olur. Bu da münasibətlərdə azadlıq, dostluq, əsaslı bağlar və kreativ ideyalara açıq enerji verir. 17 yanvar həmçinin əlaqələrə fokuslanmaq və daha dərin əlaqələr qurmaq üçün uyğun bir gündür. Bu həftə ümumilikdə ambisiya, əlaqələr və şəxsiyyətin yenidən formalaşması mövzularında astrologik təsirləri güclüdür. Bürclər üzrə qısa proqnoz 17 yanvar. Qoç, enerji yüksəkdir, karyera və şəxsi məqsədlər üçün güclü gün. Fikirlərini dürüst ifadə etməyə çalış. Yeni insanlarla tanışlıq yararlı ola bilər. Buğa, özünə güvənəcək və maliyyə baxımından müsbət hadisələr yaşana bilər. Rutin planları yenidən dəyərləndir. Əkizlər, kommunikasiya güclənir. Fikir mübadilələrində təminat verə bilər. Yeni təkliflərə açıq ol. Xərçəng, romantik və ailəvi əlaqələrdə harmoniya olacaq. Kimsə ilə dərin söhbət faydalı ola bilər. Şir, şəxsi cazibədarlıq yüksəkdir. Sosial dairədə diqqət çəkə bilərsən və yaradıcılıqda güclü ilham olacaq. Qız, detallara diqqət artacaq. Planlaşdırma və təşkilat sənə kömək edəcək. Yaradıcı layihələr üçün yaxşı əsasa çevrilə bilər. Tərəzi, uğurlu danışıqlar və qarşılıqlı anlaşma üçün ideal gündür. Həm iş, həm şəxsi münasibətlərdə tarazlığı qorumağa çalış. Əqrəb, cazibədarlığın və heyranedici enerji sahəsində sosial dairələrdə mövqeyini güclənir. Yeni görüşlər sənin xeyrinədir. Oxatan, geniş perspektivlərə yönəl. Bu gün böyümək və öyrənmək üçün əla fürsətdir. Xoş sürprizlər də ola bilər. Oğlaq, tarazlıq və məqsəd yönlü hissi ilə irəlilə. Planladığın işləri addım-addım bitirməyə fokuslan. Dolça, yenilik və azadlıq barədə fikirlər səni ruhlandıracaq. Dostlarla əlaqə qur və kollektiv layihələrə bax. Balıq, sosial həyat və ya daha çox insanla ünsiyyət üçün əlverişlidir. Romantik və yaradıcı ideyalar axınını hiss edə bilərsən. Nəticə, 17 yanvar astroloji baxımdan əlaqələr, yaradıcı ifadə və qarşılıqlı anlaşma üçün güclü bir gündür. Karyera və şəxsi həyatda harmoniyanı qorumaq, strateji planlaşdırma və yeni tanışlıqlara açıq olmaq faydalı olacaq.